İran İslam İnqilabının böyük rəhbəri Ayətullahül Üzma Seyyid Əli Xamneyi cənablarının ölkəni tərk etməyə hazırlaşması ilə bağlı yayılmış yalan məlumatlar əksəriyyəti narahat edir. Belə ki, Londonda nəşr edilən The Times qəzetinin hesabat xarakterli məqaləsində qeyd edilir ki, əgər ordu Seyyid Əli Xamneyi cənablarının əmrlərinə tabe olmazsa, o 20 nəfər yaxını ilə birlikdə ölkəni tərk edərək Moskvaya sığınacağını düşünür. Əlbəttə ki, bu düşmənin növbəti hiləsi və yalanıdır. Bunu biz 2 gün əvvəl böyük rəhbərin bəyanatına cavab olaraq da bildirə bilərik. İranda aksiyalar zamanı bəzi ixtişaş yaradanlara qarşı rəhbər qəti mövqeyi bildirdi və açıqladı ki, aksiya edənlər, nəyəsə etiraz edənlər haqlı ola bilərlər. Bu məsələ araşdırılacaq, amma kimlərsə ixtişaş törədirlər və dövlət əmlakına ziyan vururlar, onların mütləq onlar cəzalanacaq və biz heç bir halda düşmənin hiləsinə aldanmayacağıq və onlara layiqli yerlərini göstərəcəyik. Qərb, hiyləgər Qərb isə bu cür yalan məlumatlarla rəhbərin ətrafına birləşən möminlərin qəlbində müəyyən şübhə toxumu əkmək istəyir. Məhz bu səbəblə də bu cür yalanlar tirajlayırlar.